Ha, dedik ki yerin yaranmasında yəni ki müəyyən proseslər baş verdi bu dövrlərdə. İlkin olaraq Pangeya qurusunu biz iki hissəyə parçaladıq. Gəlin görək bu Pangeya qurusu hara idi. Bayaqların burada biz internetdə şəkildə gördük. Yəni burada olan ətrafda su hövzəsi Pantalas okeanı idi. Bu ortada qalan bu ərazi isə Pangeya qurusu hesab edilirdi. Paleozoyda əlimizə bir balta götürdük, bunu parçaladıq. Nə etdi? Bunu iki hissəyə parçaladım Pangeanı. Şimal hissəsinə dedim ki, Lavrasiya, cənuba isə Gondvana. Bəzi kitablar bunu Gondvana da verir, problem yoxdur. Gondvana adlandırdıq cənub hissəsini. Gəl görək indi bu hansı ərazilər daxildir bura. Biz bunu xəritənin üzərisində materikləri tanımalıyıq. Xəritə mütləq şəkildə işləmək lazımdır bizə. E, deməli, biz deyəcəyik ki, Lavrasiya şimal materikləridir. Bax, Lavrasiya sözündə bir Avrasiyanı görürəm orada. Lavrasiya sözündə tələffüzündə nə deyirəm? Lavrasiya. Orada bir Asiyanı görürəm, Avrasiyanı görürəm. Deyirəm elə Avrasiya materiki bura aiddir. Bir də Şimali Amerika, Avrasiyanın üzbəüz qonşusu olan Şimal Amerika. Yəni şimal materikləri. Şimalda qalan materiklər oldu hara? Lavrasiya qurusuna daxil oldu. Cənubda qalan materiklər isə daxil oldu Gondwana qurusuna. Cənubi Amerika, Afrika, Avstraliya və Antarktida materikləri isə oldu harda? Gondwana qurusunun tərkibində deyəcəksiniz. Buradan belə bir fikir də deyim mən sizə. İndi onu əvvəllər keçirik həmişə biz. Bu materiklərin hansı yarımkürədə yerləşməyi, neçə yarımkürədə yerləşməyi, belə şeyləri xahiş edirəm ki, bilmək lazımdır. Çünki bunu mən 6-cı sinif uşağını öyrədirəm də, yəni ki, siz də bu boyda mövzu gəlib bilirsiniz də, azdan çoxdan onsuz da. Yəni bir dənə onu da deyim ki, Greenwich çəkənmədim doğru düzgün. Greenwich meridianımız var idi bizim. Bir də ekvator xəttimiz var idi bizim. Buna nəzərən biz əsasən tapırdıq ki, bir də Greenwich-in əksi var təbii ki də. Bunlara nəzərən biz tapırdıq ki, şərq yarımkürə bu tərəfdə yerləşirdi, qərb yarımkürə buraydı, cənub yarımkürə, şimal yarımkürə belə. Yəni bunu bilək də, yəni ki, bunlara fikir verin. Hansı xəttin hardan keçməyi, nəyə kəsməyinə fikir verin ki, onlara çox lazım olur. İndi onu öyrənmək lazımdır. Həm bu Ee, yarımkürədə yerləşməsi o Greenwich meydanıdır. Bəli, Greenwich və ekvator Yarımkürədə xəttinə görə üç. biz onu... Çünki Greenwich meydanı mərkəzdən keçir, iki dənə hissəyə ayırır. Şərq yarımkürəsi, qərb yarımkürəsi. Ekvator mərkəzdən keçir, iki hissəyə ayırır. Şimal yarımkürəsi, cənub yarımkürəsi hesab edilirdi. Ona görə də biz nə edirik ki, onları o şəkildə deyirik. Məsələn, Afrika materikini həm ekvator, həm də Greenwich kəsir deyə 4 yarımkürədə. Ümumiyyətlə yadda qalsın. Heç bir əsas xəttdən söhbət gedir ha. Heç bir xəttdən kəsişmirsə 2 yarımkürə. Minimum 2 yarımkürəmiz olur. Maksimum 4 yarımkürə. Heç bir ilə kəsişmirsə 2 yarımkürədir. Hər ikisi ilə kəsişirsə 4 yarımkürədir. İkisindən birindən kəsişirsə 3 yarımkürə. Məsəl üçün yalnız ekvator kəsir. Olur onda 3 yarımkürə. Yalnız Greenwich kəsir. Olur 3 yarımkürə. Yalnız Greenwich'in əksi olan 180 dərəcə kəsir. Olur 3 yarımkürə. Amma ikisi kəsəndə artıq olur 4 yarımkürə. Ümumiyyətlə bizdə Afrikadır, Sakit okeanıdır, Qvineya körfəzidir, Atlantik okeandır. Əsasda böyüklərdən Kiribati falan adası da var. Bunlar 4 yarımkürədə yerləşən coğrafi obyektlərimiz hesab olunur. Nəysə, bunlar biləcək kiçik bir şeylər, xırda primitiv məlumatlardır. Demək Pangeya qurusunu parçaladıq. Nə yaratdıq? İki dənə materik yaratdıq. Şimalda Lavrasiya materikini yaratdıq elə bil. Cənubda isə Gondwana materikini yaratdıq. İki dənə quru sahəsinə ayırdıq. Və artıq bu dövrdə Tetis okeanının sahəsinin artıb azalması baş verəcəkdir. Yəni nədir? Təbiətdə qalxmalar, enmələr baş verir. Bu normal haldır təbii ki də. Təbiətdə ərazilər bir-birindən ayrılır, qovuşur, qalxır, enir və oradakı su hövzələrdə istər-istəməz ərazisinin dəyişməsi normal haldır təbii ki də. Və bu dəyişimdə Pantas okeanı Paleozoy mərhələsində tədricən sahəsi dəyişməyə başladı. Burada iki məlumat öyrəndik. Paleozoyda nə oldu? Pangeanın parçalanması, Pantalasın sahəsinin artıb azalması baş verdi. İki dənə bu mərhələ olacaq ha, əsas burada. Sonra gəldik ikincidə Mezozoya. Mezozoyda artıq Pangeanın müasir materikləri, yəni bax gözümüzün gördüyü bu materiklərə parçalanması nə oldu? Bizim Mezozoy erasında baş vermişdi deyirik. Səhv etmirəmsə 10-cu sinifin sinif kitabında olmalıdır. Bax bu
şəkil var, belə bir şəkillər. Bu şəkillər. Və burada ilkin mərhələdə biz belə parçalanma görürük. Yavaş-yavaş tədricən bu ayrılıb, sonra belə olur. Ən müasir forma isə artıq bu şəkildə nədir? Yəni bu müasir forma oxşamı düzdür. Amma indi veriklər şəkildə orada. Aha. Müasir materiklərə parçalanmağa başladı. Ki, müasir materiklər hansılardır? Artıq bunları biz tanıyırıq. 6 dənə materikimiz var ki, bu 6 materik deyəcəyik ki, Şimal Amerika, Cənubi Amerika, Afrika, Avrasiya materiki, Avstraliya materiki, Antarktida materiki olmaqla bu materiklərə parçalanması baş vermişdi. Bir də deyirik ki, Pantras okeanının artıq müasir okeanlara parçalanması baş verdi ki, hansı okeanlardır? Yəni biz bu dəqiqədə uşaqlar yadda qalsın, düzdür, 5 okeanı öyrənirik, amma dimin testində hələlik testlərdə dəyişiklik yoxdur. Yəni 4 okeanı öyrənib gedirik biz bunu. Deməli, Sakit Okean, Atlantik Okean, Hind Okeanı və Şimal Buzlu Okean yeni nəşrlərdə biz Cənub Okeanını öyrənirik. Antarktida materikinin ətrafında yerləşən Cənub Okeanımızda burada var deyəcəksiniz. Bu parçalandı müasir okeanlara. Bu parçalanma əsasında bax burada bizim bir Tets okeanımız qaldı. Tets okeanımız qaldı. Tets okeanı artıq Kaynazoyda müasir dənizlərə parçalandı. Kaynazoyda müasir dənizlərə parçalandı. Lavrasiya Gondwana arasında Tets okeanı idi. Bu müasir dənizlər hansılardır? Bu xəritə türkçədir. Siz Allah sizə gedib türkçə bunu öyrənib gəlməyin də mənə. Bizim normal görüntülü xəritəmiz yoxdur deyə türk xəritəsini istifadə edirəm. Deməli, Aralıq dəniz, Qara dəniz, Xəzər dənizi, Aral dənizi. Bunlar nə oldu? Kets okeanının müasir qalıqları hesab edildi deyəcəksiniz. İndi onlar üçün testdə biraz daha xırdalığa enmək istəyər hər hansı bir müəllif deyə bilərik ki, Azov dənizi, Adriatik dənizi, Tirren dənizi, İoni dənizi, Liguriya dənizi, Egey dənizi, Mərmərə dənizi, bunlar da deyə bilərik ki, Tets okeanının qalıqları hesab olunur. Əsas 4 dənə böyük bunlardır. Aralıq, Qara, Xəzər, Aral. Bir də digər o xırda dənizlər var ki, bunlarda da demək olar ki, Tets okeanının qalığı hesab olunur deyəcəksiniz. Bir də Paleozoy dövründə 4-cü dövrün buzlaşması baş verdi. Müasir landşaftın insanın əmələ gəlməsi oldu. 4-cü dövrün buzlaşması deyilən hadisə biz deyirik ki, hava kəskin soyumağa başladı. Bu təbiətin bir yox oluşu idi. Dünyanın yenidən elə bir ki, özünü reset verməsi idi də. Deməli, Şimali Amerikada təxminən 38 dərəcə şimal enliyinə qədər olan ərazilərdə şeydə isə Avrasiyada isə təxminən 50 dərəcə şimal enliyinə qədər olan ərazilər, bax bu gördüyümüz bütün bu ərazilər nə oldu? 4-cü dövrün buzlaşmasının təsirinə məruz qalmış ərazilər hesab edilirdi deyəcəksiniz. Yox. Bu ərazilər 4-cü dövrün buzlaşmasına məruz qaldı. Bax, buna aid uşaqlar suallar gəlir. Hətta bir alt qrupun qəbulunda da düşmüşdü belə bir sual deyəsən. Deyirdi ki, buzlaşmanın geri çəkilməsinin coğrafi nəticəsi nə olar? Yadda qalsın ki, bir ərazi buzlaşmaya məruz qalırsa, buzlaşma da geri çəkilirsə, nə olur artıq orada? Parçalanma baş verir. Relyefi parçalanır. Bax, Avrasiyanın, Şimal Amerikanın bax bu şəkildə parçalanmış formada olması görürsən. Məsələn, bunun sahil xətti çox səliqəli formadadır. Amma bu yuxarılar görürsən nədir? Parçalanmış formada. Bunun səbəbi elə həmin o buzlaşmanın təsirinə məruz qalmasıdır deyəcəksiniz. Bununla da biz artıq yeri yaratdıq, qurtardıq deyək ki. Gəldik yerin daxili quruluşuna. Görək yerin daxilində nələr var idi. Sadə bir şeylərdir. Buradan çox elə toxunmayacağam. Çünki çox da düşən bir şey deyil bu bizə. Lazım olan nədir? Bizə bax bu sxemin üzərisində deyəcəm. Yadda qalsın ki, yerin belə deyirik, iki tipli yer qabığı var. Biri materik tipli yer qabığıdır, bir də okean tipli yer qabığıdır. Yerin qatları var. Ümumiyyətlə yerin daxili quruluşunun sxeması belədir ki, deyirik ki, yerin daxili quruluşu bax nədir? Nüvə, yerin daxili quruluşu nüvə, mantia, bir də yer qabığı olmaqla 3 hissəyə ayrılır. Yerin daxili quruluşu 3 qatdan ibarətdir. Nüvə, mantia, yer qabığı. Nüvə özü 2 yerə ayrılır. Daxili nüvə, xarici nüvə. Mantia 2 yerə ayrılır. Alt və
üst mantıya. Yer qabığı 3 yerə ayrılır. Yuxarıdan aşağı çökmə, qranit, bazat. Arızı əzbərləmək lazımdır. Çökmə, qranit və bazat qatından ibarət olacaqdır. Deməli, deyirik ki, belə sual verir də, yer hansı qatlardan ibarətdir? Deyirsən ki, yer qabığı mantia nüvədən. Yer qabığı hansı qatlardan ibarətdir? Çökmə, qranit, bazalt. Yer qabığının hansı tipləri var? Ayrı bir sualdır artıq bu. Hə. Yer qabığının hansı tipləri var deyəndə deyirsən ki, yer qabığının iki dənə əsas tipi var. Okean tipi yer qabığı, bir də materik tipli yer qabığı olacaqdır. Okeanla materik tipli yer qabığının fərqi nədir deyəndə deyirsən ki, okean tipli yer qabığında bax bizim bu qranit qatı yoxdur. Yəni okean tipi yer qabığı çökmə və bazalt qatından ibarətdir. Amma materik tipli yer qabığında həm çökmə qat, həm qranit qat, həm də bazalt qatın olmasını biz görə bilirik. Yəni materik tipi yer qabığı daha qalındır, okean tipi yer qabığı daha nazikdir deyəcəksən. Buradan bunu öyrəndik. Bunu öyrəndikdən sonra bir də lazım olan bizə burada nədir? Əsaslar deyəcəm. Nüvənin tərkibində əsasən olan dəmir nikeldir. Bu yadda qalır. Əsas testlərə düşür bu. Sonra alt və üst mantiyanın arasında fərq var. Alt mantiyada hava daha istidir. Təzyiq daha çoxdur. Ona görə təzyiq çox olduğuna görə orada maddələr bərk plastik formadadır. Su keçirməyəndir, məsafəsizdir. Üst mantiyada isə maddələr daha yumşaq, su keçirən məsaməli formadadır. Bu yadda qalır. Sonra gəldik qatlar var. Qranit və bazalt arasında Konrad sərhəd, bazaltla üst mantiya arasında Moxo sərhəd yerləşir. Üst mantiya və alt mantiya arasında bizim bir astonosfer qatı var. Astonosferlə üst mantiya arasında bir dənə də Benyov qatımız nədir? Var deyəcəksən. Bunları bildik, bəs edir bizə. Bir dənə qaldı. Üst mantiya yer qabığı birlikdə litosfer adlanır. Astonosferlə yer qabığı birlikdə tektonosfer adlanır. Bu yadda qalır. Biraz da xırdalasaq buradan deyərik ki, nəyi? Biz niyə bu qatlara ayırdıq? Yerin daxilini öyrənən zaman şüa göndərirlər. O şüanın süxurları keçməsi görüblər ki, fərqlidir deyə bunu Konrad qatı adlandırıblar. Nə bilim, bunu Moxo qatı adlandırıblar. Müxtəlif o həmin alimlərin adından, Moxoviçin adından Moxo qatı hesab ediblər. Yəni bu ərazini o şəkildə ediblər. Astronosfer qatına gəlim, bunu deyim. Astronosfer qatı uşaqlar sıyıqdır. Yəni bu mantiyanın bir hissəsi, üst hissəsini deyək bəlkə, alt hissəsində artıq sıyıqlıq görə bilirik bizdə. Sıyıq qat var alt hissəsində deyək. Və bu həmin sıyıq qatımız astronosfer qatıdır. Astronosfer qatını belə düşünün. Elə bil ki, bir qab sudur. Bura astronosfer qatıdır, su olan hissə. Bu üzərisində bir dənə gəmi var. Bu da ki, yer qabığıdır. Belə düşünün. Atmosfer qatı sıyıq olduğuna görə daimi üfüqi şəkildə nə edir? Hərəkət edir. Üfüqi formada daimi hərəkətlədir. Və bu hərəkətin əsasında yer qabığı nə etməlidir? Hərəkət etməlidir. Yəni yer qabığı, ayağımızı qoyduğumuz materiklər, torpaq nə edir? Daimi hərəkət edir. Biz bunu öyrənəcəyik litosfer tavaları dərsindəki tavaların hərəkətləri var. Bunun da səbəbi həmin bu astronosfer qatının sıyıq olmasıdır. Və bütün tektonik hadisələrin baş vermə səbəbi bu astronosfer qatıdır. Və buna görə astronosferlə yer qabığı birlikdə tektonosfer hesab edilir deyəcəksiniz. Buradan deyəcəyim bir dənə nə var? 70-90 kilometr yer qabığının ən qalın yerləridir. Himalay dağlarındadır. Ümumiyyətlə dağlıq ərazilərdə, Orta Okean silsilələrində yer qabığı ən qalın hissəsidir. Çökəkli ərazilərdə, Orta Okean novlarında isə ən nazik hissədir. Məsələn, Marian çökəkliyi nədir? Ən nazik hissədir. Himalay dağları ən qalın hissə hesab edilir deyəcəksiniz. Sonra bir də yer qabığını təşkil edən süxurlarla yekunlaşırıq. Yer qabığını təşkil edən süxurlar və faydalı qazıntılar. Faydalı qazıntılara biz irəliləyən mövzu olsa çox toxunacağıq. Burada çox bizi yormur hələ ki ilk olaraq. Əsas məsələ süxurlardır. Təbiətdə olan süxurlar üç hissəyə ayrılır. Maqmatik, metamorfik və çökmə süxurlar. Maqmatik süxurlar maqmanın
soyumasından əmələ gələn süxurdur. İndi sual verir sənə ki, maqmatik süxur nədir? Belə bir cavab verir A variantında ki, maqmanın yer səthinə çıxaraq soyumasından əmələ gələn süxur maqmatik süxurdur. Bu cavabımız düzgün qəbul etmirik. Maqmanın dərinlikdə qalıb soyumasından əmələ gələn süxurdur. Bunu da düzgün qəbul etmirik. Qəbul etməliyik nəyi biz? Maqmanın yer səthinə doğru hərəkəti zamanı yerin daxilində və səthində soyuması. Yəni tərif əzbərləməli deyilsiniz. Ha, yadda qalmalı olan məqam nədir? Burada mənə lazım olan hissə nədir? Yerin daxilində və xaricində soyuması əsasında yaranmış süxurlar maqmatik süxurdur. Yəni maqmatik süxur nə tək yerin daxilində, nə də tək yerin xaricində yaranmır. Ha, həm daxildə, həm xaricdə yarana bilir. Ona görə bu tərif bütöv şəkildə belə veririk biz həmişə. Və deyirik ki, maqmatik süxurlar daxildə olanları intruziv, xaricdə olanları isə effuziv adlanır. Bax, intruziv də ingilis dilindən nə deyirik biz? İngilis dilindən nədir? İçərisində deməkdir. Yəni yerin içərisində yaranan süxurlar idi. Effuziv isə eşikdə yaranan, eşik, çöl, bayır bu şəkildə adında qalsın. Səthdə yaranan süxurlardır. İntrüziv süxurlar daha çox bərk olan süxurlardır. Su keçirməyən, məsamətsiz süxurlardır. Amma effuzivlər isə artıq nədir? Yumşaq süxurlardır. Təbiətdə gördüyümüz süxurlarda yəni bunlar daha yumşaq olur, su keçirən, məsaməli, yüngül olan süxurlardır deyə bilərsiniz. Bax, birdən sual gəlir irəliləyən dərslərdə. Deyir ki, filan ərazidə nə bilim, effuziv mənşəli süxur yaranıb. Yəni maqmatik mənşəli süxur yaranıb. Yəni vulkanik mənşəli süxur yaranıb. Ha, effuziv nə deməkdir? Vulkanın püskürməsi deməkdir. Ha, yadımızda qalsın bu. Deməli, maqmatik iki yerə ayırdıq. İntrüziv, effuziv bunu bildik. Problem yox. Qranit qabro. Əsas bilməli olduğum buradan budur. Qranit və qabro. Diolitdir, siolitdir, litolit falan var. Onları bilməsəm də olar. Problem yoxdur. Qranit qabro nədir? İntrüziv mənşəli maqmatik süxurdur. Effuzivlər hansılardır? Bax, effuziv nədir? Effuziv vulkan püskürməsidir də. Çox sadə bir primitiv şeydir. Vulkan püskürməsidir. Yəni effuziv səth süxurudur. Nədən yaranmışdı? Maqmadan yaranmışdı. Mantiyadan, lavadan yaranmışdı daha doğrusu. Lavadan yaranmışdı. Lava hardaydı? Yerin daxilində idi. Yerin daxilindəki süxur yerin xaricinə çıxartmaq lazımdır. Bunu çıxartmaq üçün mən nə etməliyəm? Vulkan püskürtməliyəm. Aha, vulkan püskürdü və çölə çıxdı, çöldə soyudu. Oldu nə? Effuziv süxur. İndi gəl baxaq görək effuziv süxura nələr veriblər. İndi fikir verəsiniz ki, burada hamısı nədir? Vulkanik şüşə, vulkan tufu, vulkan külü. Gördükmü? Yəni vulkan sözü ilə bağlı olan nələrsə görən zaman artıq bilin ki, bu effuziv mənşəli süxurdur. Bir də bunların iki dənə xalası uşağı var. Pemza ilə bazalt. Bu mütləq şəkildə testlərə düşür. Bax, vulkan külü, şüşə, tuf falan heç nə düşmür testdə. Andezit də düşmür, obsidian da düşmür. Bir dənə Pemza ilə bazalt düşür. Pemza, bazalt nədir? Effuziv mənşəli süxur hesab olunurlar deyəcəksən. Sonra gəldik çökmə süxurlar. Çökmə mənşəli süxurlar asandılar bunlar. Niyə görə asand deyirəm? Bunların onsuz da bir çoxunu biz təbiətdən tanıyırıq da yəni ki. Qeyri-üzvü və üzvü olmaqla ikiyə ayrılır. Üzvülər həm də bizim yanar mənşəli faydalı qazıntılarımızdır deyə bilərik. Bax, neft, yanar şiz, torf, kömür, təbaşir, fosfor. Bunların hamısının yanma qabiliyyəti var deyə bunlar üzvü mənşəlilər. Hətta yadda qalsın ha, əhəng daşıdır, təbaşir, təbaşir veriblər, hə, bu da veriblər. Əhəng daşının özü, təbaşirin özü həm kimyəvidir, həm də üzvü mənşəli çöküntü hesab olunur, süxur hesab olunur ha. Əhəng daşının da, təbaşirin də hər ikisinin yanma qabiliyyəti var deyə bilərsən ha. Qeyri-üzvlər iki yerə ayrılır. Qırıntı və kimyəviyyat. Qırıntıda asaddır. Təbiətdə gördüyüm qumdur, çınqıldır, gildir, çay daşıdır falandır filandır. Bunlar qırıntı mənşəlidir. Kimyəvidə isə müxtəlif duzlardır. Mergel, dolomit, əhəng daşı, gips. Artıq bir dənə burada bunu konkret əzbərləməsən. Bax, yenə deyirəm ha, uşaqlar. Əslində bu cədvəl bizi həmişə yorur. Həmişə testlərdə biz bunu qaçışdırırıq. Yadımızdan çıxardırıq ki, hansı hara aid idi. Amma əslində elə də əzbərlik bir şey yoxdur burada. Qranit qabro. Bu yadda qalan bir şeydir. Bunu deyək ki, əzbərlədim, bildim. Effuzivdə bir dənə penza ilə bazaltı bildim, bəs edir. PV. Qum, çınqıl, gil, çay daşı. Bunlar onsuz da təbiətdə biz tez-tez gördüyümüz süxurlardır. Neft.
torf yanarsız, yanma qabəti olanlardır. Bunu da buradan yadımıza saxlayırıq. Bir dənə qalır kimyəvidə müxtəlif duzlardır. Mergel, dolomit, əhəng daşı, gips. Bir dənə bunu bu sıranı əzbərləyirsəm qalanlarını bilmək olur. Bir də var metamorfik suxurlar uşaqlar. Bu nədir? Metamorfik suxur, metamorfizm, metamorfizləşmə nə deməkdir? Metamorfizləşmə dəyişmə deməkdir, çevrilmə deməkdir. Suxurların dəyişilməsi, suxurların çevrilməsi deməkdir. Bu çevrilmə, bu dəyişilmə nəyin təsirindən baş verir? Təbii ki də yadda qalsın. Yüksək temperatur və təzyiqin təsiri nəticəsində suxurlar çevrilir və dəyişilir. Nəyin təsirindən? Yüksək təzyiq və temperaturun təsirindən baş verir. Burada məsəl üçün yuxarıda verilib. Qranit çevrilir qneysə, qum daşı çevrilir kvarsitə, əhəng daşı çevrilir mərmər. Bildiyimiz şey var, qəbir daşı mərmər ona. Qrafit çevrilir almaza. Yadda qalsın, daş kömür çevrilir qrafitə, qrafit almaza çevrilir. Yəni yadda qalsın ha bu. Üçüncü etapda olur almaz. Bu almazın yaranması biz bunu suni şəkildə edə bilərik. Özümüz də ən bahalı qiymətli daşlardan biri də almaz. Amma bu bizim üçün çox böyük istiliyə ehtiyac var. Bunu da əldə edib bunu etmək biraz çətin məsələdir. Etmirik də biz bunu. Bəlkə nə vaxtsa İnsanlar tapacaq, bunun da yolunu edəcəklər, ola bilər o. Təbiətdə lakin almazın yaranması çox gec baş verən prosesdir. Yəni o çox dərinliklərdə, çox yüksək temperatur şəraitində baş verən bir prosesdir deyəcəksiniz. Kristallik şistitə gil-gilli şistə çevrilir. Məsəl üçün, qum daşı kvarsitə deyir çevirir. Bilirsiniz uşaqlar, qumdan şüşə düzəldirik. Bu pəncərə var ya, şüşələrimiz adi, butulka falan var ya, şüşə butulka. Və onu qumdan istehsal edirlər. Yadımızda qalsın bu da. Bir də ki, gəldik faydalı qazıntılara. Bunlar haqqında biz siyasi coğrafiyada danışacağıq. Buradan lazım olan nələri bilin, nə bilim, filiz bilin, qeyri-filiz bilin, yanar bilin, bölgüsünü bilin ki, hansılardır və filiz nədir, qeyri-filiz nələrdir. Yəni ki, bunları bilmək lazımdır. Bu qeyri-filizin içərisində o yanar mənşəli faydalı qazıntı falan da elə bəzən qeyri-filizin içərisində də verirlər, problem yoxdur. Amma filizlərdən dəmir, manqan, xrom, qara metaldır. Digərləri alüminium, mis, sink. Bunlar məsəl üçün 3 dənəsini buradan bilin, hə. Alüminiumu bilin, misi bilin, sinki bilin, nə bilim, qalay bilin məsəl üçün, molibden məsəl üçün bilin. Bir də bu gümüşü bilin ki, qızılı bilin ki, bunlar əlvan metaldır ha. Gümüş, qızıl qiymətli daş deyil. Əlvan metaldır. Qaçışıq bir şeydir bu biraz. Onu bilsəniz bəs edir. Yəni burada durum bu cədvəlin hamısını əzbərləyim ehtiyac yox. Çünki öyrənsən nə olsa bu sənin yadından çıxan bir şeydir, yadında qalası bir şey deyil. Amma zaman-zaman işləyəcək biz testlərin üzərisində, dərslərin içərisində bunları onsuz da öyrənəcək. Təbii ki, nə qədər çox öyrənə bilsən, sənin üçün daha rahat olar. Buradan da faydalı qazıntıların işarələrinə baxmaq lazımdır. Daş kömür bilməliyik, qonur kömür. Yanar şisti bilməklə, çünki yanar şistin işarəsini biz Azərbaycanda belə bir işarə öyrənirik. Bu daha şeydir, öyrəndiyimiz bu daha çox. Neft, təbii qazı bilin, dəmir filizi bilin, xromiti, alüminium, mis, sonra polimetal, civə bilmək lazımdır. Sonra ən çox lazım olanlar qızıl bilmək lazımdır. Mərmər düşür, perlit düşür son zamanlar. Apatit çox istifadə olunur, bir də fosforit çox istifadə olunur. Yəni bu işarə qoyduqlarımı bilsək bəs edir də. Yəni genəlliklə bunlar daha çox testdə qabağımıza çıxanlardır. Hə, bu qədər. Daş kömür nədə Zənnimcə istifadə olunur? buradan deyəcəyim başqa bir şey zənnimcə qalmadı. Öyrənirsiniz tasvir tavalarına qədər olan hissəni.